Bax, biz nələr istəyirik? Bir dənə biz siyaha yazaq. Birdən Allah dünyadan istədiyimiz hər şeyi bizə birdən versə, birdən-birə. Hə? Hamısını artıqlaması ilə versə, Allah'ın olsun bezəcəksiniz. Ürəyinizi vuracaq. O arzularınız, dünən arzuladığım, bugün başımın bəlası olacaq. Mən keçmişdə demişəm, deyir, gedərdi filan yerdə baseyndə çimərdi. 1 saat, 2 saat, 3 saat, 4 saat gir ora. Sonra deyirsən ki, çıxma ürəyim bulandı. Bu dünya belədir. Hər şey birdən versin sənə, istifadə elə, antidepressant atacaqsan, sonra qəbul edəcəksən. Əksəriyyəti də belə olur. Hər şey əllərində var, deyir ki, neyiniyim, ürəyim partladı da. Da bir şey qalmadı axı. Neyiniyim, mən nədən ləzzət almaq, hər şeyim var. Ən böyük bəlalardan biri budur ki, istədiyi hər şey var, görür ki, dünya qane eləyə bilmir, başqa da ləzzət mənbəyi tanınmır və salam. Gəl onda bu adamın şərrindən özünü və ailəsini, ətrafı qoru. Bu dünya gücünü qoyur, təmin eləyə bilmirsən, görmürsən sən. Yenə də allanırıq, gedir idalayacaq. Gedəyi qazanaq, əldə edək, yəni həsrətini çəkməyək, ləzzətini aldanmayaq, söz budur. Biz hərdən hissə istəyirik, gözümüzə gəlmir onun pisliyi. Deyirik, evim yoxdur, yox, taksi ilə gedib gələrəm, bir dənə ev ver də mənə. Allah ev verdi, sonra deyirsən ki, taksi də yaxşı deyil, bəlkə bir maşını da verəsən, onu da verdi. Sonra deyirik, hissə istəyirik gözümüzə, birdən hər şey versə, təsəvvür elə. İşin, pulun, maşının, evin, hər şey qaydasında, sonra gəl yaşa görüm dünyada necə yaşayırsan. Sonra görəcəksən ki, bu sən istədiyin deyil və istirab çəkəcəksən. Arzuladıqların sənin istirab mənbəyivə çevriləcək. Bu irfani bəsdir, yoxsa praktiki söhbətdir dünyanın içində olanlar, yəni biz görmürük bunu belədir. Bunu sübut eləmək üçün niyə görə minbərdə 1 saat danışmaq lazımdır? Başa düşmürəm, şeytan bizi gözümüzlə gördüyü şey haqqında yanlış düşüncəyə salır.